Rəqsanə, hər vaxtın xeyir olsun. Buyur, söz səndədir. Salam Çinarə, hər vaxtınız xeyir olsun. Bəli, Azərbaycan Mərkəzi Bankı bu həftə uçot faiz dərəcəsi ilə bağlı qərar verəcək və qərar da ictimaiyyətə açıqlanacaq. Amma bir məqamı qeyd edeyim ki, Azərbaycan Mərkəzi Bankının ilin əvvəlinə olan məlumatına görə faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% həcmində müəyyənləşmişdi və daha sonra sabit saxlanılmışdı. Amma indiki məqamda bu həftə bizə əsasən hansı qərar gözləyə bilər və bu məqam iqtisadiyyata hansı formada təsir göstərəcək? Bununla bağlı detalları hazırda qonağım iqtisadçı Elçin Rəşidovdan əldə edəcəyik. Xoş görək Elçin bəy. Suallarımıza cavabı sizdən eşidək. Buyurun. Qeyd edək, bəli, bu Mərkəzi Bank qarşıdakı gündə növbəti dəfə, bu il 3-cü dəfə faiz dərəcəsinə yenidən baxacaqdır. Keçən dəfə olduğu eyni vəziyyətdə saxlamışdı. Mərkəzi Bank faiz dərəcələrini müəyyən edəndə qeyd edir ki, inflyasiya hədəfləməsini nəzərə alır. Mən hesab edirəm ki, bu düzgün deyil. Mərkəzi Bank inflyasiyanı hədəfləyə bilmir. Hal-hazırda bizdə fiks edilmiş məzənnə rejimində o sadəcə inflyasiyanı kənarda müşahidə edə bilir, izləyə bilir. Və eyni zamanda qeyd edir ki, faiz dərəcələrinin real iqtisadiyyata ötürücülüyünü nəzərə alır. Onu da nəzərə ala bilmir. Hal-hazırda ölkədə manatın üzərindəki devalvasiya riski kredit faiz dərəcələrini həddən artıq yüksək dərəcəyə qaldırıbdır və belə bir həddən artıq yüksək dərəcəyə qaldıranda onun Mərkəzi Bankın təyin elədiyi faiz dərəcələri, kredit faiz dərəcələrini ümumiyyətlə maliyyə bazarlarında formalaşan faiz dərəcələrinə ötürülə bilmir. Yəni transmissiya mümkün deyil və bir də qeyd edir bu maliyyə bazarındakı mövcud vəziyyəti nəzərə alır. Bəli, maliyyə bazarındakı hal-hazırda manatı və dollara olan mövcud tələbi nəzərə alaraq Mərkəzi Bank onun əsasında qərar verir ki, əgər tələb yüksəkdirsə, bu bir balaca həmin tələbi qarşılamaq üçün faiz dərəcəsini sala bilər, tələb aşağıdırsa əksinə qaldıra bilər. Yəni yeganə hal-hazırda mən hesab edirəm Mərkəzi Bankın bu özünün mətbuata verdiyi açıqlamada qalan məsələlərin əhəmiyyəti yoxdur. Yalnız bunun əsasında Mərkəzi Bank qərar verir və ölkədə bunun əsasında pul kütləsini tənzimləyir. Bu da eyni zamanda qismən dolayı yolla və birbaşa dərhal təsir etməməklə qlobal hadisələrdən, xüsusən də dolların qiymətindən asılıdır. Biz baxsaq, bu ilin əvvəlindən dollar zəifləsə də, son bir həftədə dollar nisbətən güclənib. Amma ümumilikdə ilin əvvəlindən zəifləyibdir. Adətən bizim Mərkəzi Bankda, federal, deyək, Fed də, bu ABŞ-nin deyək ki, Mərkəzi Bankının funksiyasını icra edən təşkilatda buna əsasən qərarlar verir. Amma bizim Mərkəzi Bankda müəyyən bir laqla, gecikməklə həmin qərarları təkrarlayır. Təşəkkür edirəm informasiyaları bizimlə paylaşdığınız üçün. Bəli, elə bu həftə Azərbaycan Mərkəzi Bankının qərarını gözləyəcək. Uçot faiz dərəcəsi ilə bağlı hansı qərarı verəcək və iqtisadiyyat da bundan elə hansı formada bəhrələnəcək, ekspertimin də vurğuladığı məqamlar diqqətimizdə olsun. Çatdıra biləcəyimiz informasiyalarsa bu qədərdir. Sözü yerinə sizə ötürürəm. Təşəkkürümü bildirirəm. Rəqsanə məlumatı bizə çatdırdığına görə Amerika